Xoş gördük dəyərli müəllimlər. Yenidən qarşınızdayıq. Növbəti xəzinə dəyərində bir izahla qarşınızdayıq. Son 5 ilin qəbul suallarını, yuvarlaqlaşdırma ilə bağlı qəbul suallarını sizə təqdim edəcəm. Bundan öncə qəbula düşən təminlərin izahını vermişdim. Bu izahımızda isə yuvarlaqlaşdırma mövzusuna aid olan suallardır. Sırf bu qəbul suallarının bir video toplanıb sizə təqdim olunmağında məqsəd imtahandan qabaq, yəni imtahana hazırlaşan müddətdə ağlınızda daimi bu sual var. İmtahana necə suallar düşəcək? İmtahana düşən suallar necə idi? Mən bu mövzu ilə bağlı necə tip suallar işləyim? Bu sizin o bütün suallarınızı cavablandıracaq və yaxşı mənada özünüzdə bir inam və motivasiya yaradacaq ki, ən azı mən qəbul suallarını yaza bilirəm. Demək, imtahanda da rahat yaza biləcəm. Və təbii ki, bu mövzuda çətinliyiniz varsa, bir müddət öncə biz yuvarlaqlaşdırma mövzu izahını xüsusi olaraq çəkmişik, paylaşmışıq, kanallarda var. Playlistdə mövzu izahlar var. Ora girəndən sonra, yəni tutaq ki, yuvarlaqlaşdırma ilə bağlı nə isə zəif bilirsiniz. Həmin mövzu izahına baxın. Əminliklə deyirəm ki, bu testlərdə bir probleminiz qalmayacaq. Keçək suallarımızın izahına. 2021-in qəbul sualıdır. Rəqəmləri müxtəlif olan 43.056 rəqəmli ədədini minliklərə qədər yuvarlaqlaşdırsaq, alınan ədəd əvvəlki ədəddən böyük olur. A-nın qiymətlərinin sayını tapın. Ədədimizi yazırıq 43.000A5-6. Burada bilirik ki, yuvarlaqlaşdırma mərtəbələrə qədər olur. Minliklərə qədər dediyindən təklik, onluq, yüzlük, minlik. Demək, bizim ədəd artır. Təbii ki, bu ədədi minliyə qədər yuvarlaqlaşdıranda ya 43.000 olmalıdır, ya da 44.000 olmalıdır. Artırsa demək 44.000 eləyir. Bu bizim birinci yanaşmamız. Bəs yuvarlaqlaşdırmanın qaydası necə idi? Mərtəbəni qeyd edirdik. Mərtəbədən sonra gələn rəqəm, yəni 3-dən həmən sonra gələn rəqəm 0, 1, 2, 3, 4 rəqəmlərindən biridirsə artma baş vermirdi, özü olduğu kimi qalırdı. Demək, burada bu rəqəmlərdən biri deyil. Olsa artma baş verməyəcəkdir, amma burada artma baş verib. Çünki bizə deyir, böyük olur. Yox, əgər qeyd etdiyimiz mərtəbədən sonra gələn rəqəm 5, 6, 7, 8, 9 rəqəmlərindən biridirsə, mərtəbədə qeyd etdiyimiz rəqəmi bir vahid artırırıq. Hansı ki, 3-ü biz burada 4 eləmişik. Özündən sonrakılar 0-la əvəz olunur. Demək, bizim A-nın yerində ola biləcək rəqəmlərimiz bunlardır. Amma tələsmirik. Sualın şərtinə baxırıq ki, rəqəmləri müxtəlifdir. Aha, biz burada bu ədədlərin hər birini yaza bilərik 44.000 alınmağı üçün və 44.000 alınacaq. Amma rəqəmləri müxtəlif dediyindən 5-i, 6-nı yaza bilməyəcək. Yaza biləcəyimiz rəqəmlər ola bilər 7, 8 və 9. Neçə belə rəqəmimiz var? Belə rəqəm 3 dənə doğru cavab A variantı. Demək, müəllimlər, bu sualla bağlı bir maraqlı situasiyanı da sizinlə danışım. 2021 imtahandan sonra müdavimimizin biri çıxdı, sevincək zəng elədi ki, bəs müəllim 59 bal yığmışam. O vaxt 60 ballıq sistemi idi. Demək, 100 ballıq sistemi deyil, 99 bal məntiqindən. Bəs mənə maraqlı, sevindim, təbrik elədim bu öz yerində, amma maraqlı oldu ki, o yazmadığınız sual hansıydı? Biraz da çəkinərək dedi, müəllim, yuvarlaqlaşdırma sualı idi. Çünki bundan çətin suallar var idi həmin imtahanda. Neyini müdavim? Demək, baxın, bu 5 dənə ədəd rəqəmi tapıb, amma bu rəqəmləri müxtəlif şərtinə fikir verməyib, elə cavabı 5 götürmüşdü. Yəni, imtahan həyəcanından kiçik bir diqqətsizlik eləmişdi. İndi məşhur məktəb müəllimlərdən biridir. Uğurlar arzulayıram. Yəni, bu situasiyanı dedim ki, sizlə bölüşüm, siz belə səhvi eləməyin. Keçək növbəti sualımıza. Növbəti sualımız ədədini 100 minliklərə qədər yuvarlaqlaşdırdıqda 60.000 alınır. A üstə gəlib 8 olduğu məlumdursa, A-nın ən böyük qiymətini tapın. Bu isə 2022-nin qəbul sualıdır. Ədədimizi yazırıq 5, A, 8, 7, B1. Yəni, 50 neçə min. Bu ədədi 100 minliklərə qədər yuvarlaqlaşırsaq, təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik. Demək, 5-dən sonra gələn rəqəm elə rəqəm olmalıdır ki, hansı ki, yuxarıda dedik, 5, 6, 7, 8, 9 rəqəmlərindən biri olmalıdır ki, bu 5, 6 olsun, qalanları 0 olsun və nəticədə ədədimiz 60, daha doğrusu 600 min. 600 min olsun. Hə, burada 50 yox, 508 min neçə sayılır. Tamam. Demək, A-nın ala biləcəyi qiymətlər hansılardır? Hələ ki, başlanğıc üçün 5, 6, 7, 8, 9. Amma bizim burada bir vacib şərtimiz var. O vacib şərtimiz A üstə gələk B bərabər 8 şərtidir. Demək, A 5 olsa B 3 olar. A 6 olsa B 2 olar.
A7 olsa B1 olar, A8 olsa B0 olar. Müəllim, A9 olsa A-nın 9 olma halı mümkün deyil. Niyə? Çünki A9 olsa burada B gərək -1 olsun ki 8 eləsin. Burada -1 yaza bilmərik. Demək A və B-nin ala biləcəyi qiymətlər budur. Burada A-nın ən böyük qiymətini deyil, A-nın ən böyük qiymətini biz 8 tapa bilərik. Müəllim, B 0 ola bilər. Əlbəttə 0 ədədin ortasında gəldiyinə görə istənilən ortada istənilən yerdə yaza bilərik. Burada 8. Ən böyük qiyməti 8-dir. Mən niyə bütün halları burada sizlər üçün xüsusi vurğuladım müəllimlər? Çünki bizdən bəzən bunların cəminin, hasilinin ən böyük qiymətini və ya ən kiçik qiymətini soruşa bilər. Ona görə bütün yazdım ki, bütün halları görəsiniz. Sonra MIQ 2023-ün qəbul sualına baxırıq. Yüzlüklərə qədər yuvarlaqlaşdırıb 4-ə vurduqda hasildə 2800 alınan ən böyük 3 rəqəmli ədədin rəqəmləri cəmini tapın. 2023-ün qəbul sualıdır. Burada diqqət edəcəyimiz məqam hansı hissədir dəyərli müəllimlər? 4-ə vurduqda hasildə 2800 alınan. Mən sizə sual verirəm ki, bu sualı qoyuram kənara. Nəyi 4-ə vurduqda 2800 alınır? Sizin cavabınız, müəllim, 2800-ü 4-ə bölərik, cavabımız 700 alınır. Tamamilə doğrudur. Demək, bizim ədədimiz 700-dür. Amma soruşulan başqadır. Bizə deyir ki, yüzlüyə qədər yuvarlaqlaşdırsaq 700 alınan ən böyük ədəd. Ümumiyyətlə, sizə şiddətlə tövsiyə edirəm ki, yuvarlaqlaşdırma ilə bağlı mövzu izaha biraz öncə paylaşılıb bir neçə gün. Baxın, orada bütün incəliklər qeyd olunub. Yüzlüklərə qədər yuvarlaqlaşdıranda ən böyük ədəd deyəndə hər zaman üzərinə 49 gələcək. Ən kiçik deyəndə 50 çıxacaq. İndi yüzlüklərə qədər yuvarlaqlaşdırsaq 700 alınan ən böyük ədəd deyirsə, cavabımız 700 üzərinə gəlinsin 49 bərabərdir 749 eləyir. 749-un da bizdən rəqəmləri cəmini soruşur. 7 üstə gələk 4 üstə gələk 9. Bu da bərabər eləyir 20. Doğru cavab C variantı. Bir də təkrar edirəm müəllimlər. Burada biz birinci tapmalıyıq ki, nəyi 4-ə vurduqda 2800 eləyir 700. Elə bil sualı təzdən bir də sadələşdiririk. Yüzlüklərə qədər yuvarlaqlaşdırsaq 700 alınan ən böyük ədəd hansıdır? Bax, məntiq bundan ibarət. Həqiqətən də yoxlaya bilərik bu bir tərəfdən. 749-u yüzlüyə qədər yuvarlaqlaşdırsaq 700-dür. 700-də 4-ə vuranda 2800 eləyir. Bu yuvarlaqlaşdırma ilə bağlı bu təməl qaydaları bilmək lazımdır ki, sualların izahında tam rahat olsun. Növbəti 2024-ün maraqlı bir sualıdır. Yüzlüklərə qədər yuvarlaqlaşdırsaq 28400 alınan ən böyük rəqəmləri müxtəlif. Aha, bu sualda bu rəqəmləri müxtəlif sözü yeni bir rəng qatır. 28400 alınan ədədlə minliklərə qədər yuvarlaqlaşsa 16000 alınan ən kiçik rəqəmləri müxtəlif. Yenə də 3-cü sualda olduğu kimi qaydanı tətbiq eləyib rəqəmləri müxtəliflik şərtinə sonradan yanaşma eləyəcək. Əvvəlcə sizə sual verirəm ki, yüzlüyə qədər yuvarlaqlaşdırsaq 28400 alınan ən böyük ədəd hansıdır? Deyəcəksiniz yenə müəllim, bayaq dediniz axı, üzərinə 49 gəlirik. Afərin, bərabərdir 28449. Bunu bu formada qeyd elədik. 28449. Bizdən sadəcə soruşsa ki, yüzlüyə qədər yuvarlaqlaşdırsaq 28400 alınan ən böyük ədəd budur. Amma burada rəqəmlər eynilik var. Demək biz bu rəqəmləri dəyişəcəyik. Rəqəmləri necə dəyişəcəyik? Yazırıq. Burada 28. Bax, bu indi fikirləşirsiniz ki, müəllim, bu birinci 4-ümü, ikinci 4-ü dəyişək. Sizin sualınıza tam cavab verəcəm. Birinci 4-ü dəyişmək istəsək, bunu biz 5 eləyə bilmərik. Çünki 28400 eləyir. 3 eləyib, bura nəsə yazsaq 28400 alınır. Amma biz ən böyük dediyinə görə bu birinci 4-ü olduğu kimi saxlayırıq. Ona görə. 5 yaza bilmədik, çünki 28400 eləyir. 3 yazmaq istəmirik, çünki ən böyük deyil. İndi demək ikinci 4-ü dəyişəcəyik. İkinci 4-də diqqətli oluruq. Bu ikinci 4-ü biz elə dəyişməliyik ki, bu 4-ü 5 eləməsin, 4 olduğu kimi qalsın. Onda biz bura yaza bilərik 0, 1, 2, 3 rəqəmlərindən birini və hər birini yazanda təbii ki 28400 eləyəcək. Amma ən böyük dediyinə görə biz bura yazacağıq 3. Burada yazdıq 9 da olduğu kimi qaldı. Amma siz bu qaydanı İndi yenə də sual verə bilərsiniz. Müəllim, mən bu 49-u gəlmədən elə özüm 28439-u araşdırdım, yazdım. Tamam, heç bir problem yoxdur. Amma biri var 28449-un üzərində bunu tətbiq eləyib bir neçə saniyə tələb eləyəsən. Burada bir dənə biz 4-lərlə iş görürük. Bir də sən başdan 28, 4, bir rəqəmləri sadalayasan. Ona görə rəqəmləri müxtəliflik şərtində, sizə yenə də bir ipucu verirəm. Rəqəmləri müxtəliflik şərtində əvvəlcə
ən böyük, ən kiçik o qaydanı tətbiq edirsiniz. Üstəgəl 49, çıx 50, min məsələsində minliyə qədər deyəndə üstəgəl 499, çıx 500. Bax, bu qaydanı tətbiq edib sonra orada işimizi görürük. Bu aldıq. Birinci ədədimizi aldıq. İndi keçirik ikinci. Baxın, minliklərə qədər yuvarlaqlaşırsa 16.000 alınan ən kiçik ədəd. Biz əvvəlcə yenə qaydanı tətbiq edirik. 16.000. Minliyə qədər yuvarlaqlaşdırsaq ən kiçik deyəndə 500 çıxırıq dəyərli müəllimlər. Ən böyük deyəndə 499 gəlirik. İndi 16.000-dən 500-ü çıxanda qalacaq 15.500. Gördüyümüz kimi bunun da rəqəmləri eynidir. Demək biz 15.500-ün üzərində yenə iş görəcəyik. İndi burada 1. Müəllim, hansı 5-i dəyişək burada? Bu birinci 5-i dəyişməyə çalışsaq, birinci 5-i biz 6 yaza bilərik. Yenə də nəysə burada bir rəqəm yazsaq 16.000 alınır. Amma ən kiçik dediyindən bu birinci 5-i olduğu kimi saxlayırıq. Bax, görürsünüz? Niyə yaza bilmərik və ya niyə yaza biləriyi də izah edirəm. O zaman sual sənin üçün açıqlanır. Qaranlıq nəsə qalmır. Demək biz ikinci 5-lə işimizi görəcəyik. İkinci 5-lə işimizi görəndə elə rəqəm yazmalıyıq ki, bura bu 5-i 6 eləsin və 16.000 alsın. Demək bura yaza biləcəyim rəqəmlər 5, 6, 7, 8, 9. 5-i burada onsuz da yaza bilmirik. Eynidir. Demək məcbur 6 yazacağıq. Amma 7 də yazsan, 8 də yazsan, 9 da yazsan, minliyə qədər yuvarlaqlaşdıranda 16.000 alınır. Dediyim rəqəmləri ona görə yazmırıq ki, 8, 9-u bu ən böyük deyir. Amma biz ən kiçik olur. Ən kiçiyi soruşur, amma burada yazanda ən böyük olur. Qalanları bu 0 olduğu kimi qalır. Burada indi biz 1 gələr ağlınıza. Çünki 2 dənə 0 var, yaza bilmərəm, 1 düşünə bilərsiniz. Amma burada da 1 var, demək məcbur bura 2 yazacaq. 15.602. Gördünüz, ədədi yazıb ədədin üzərində tətbiq eləmək daha rahatdır. Və bunların cəmini soruşur bizdən. 28.000 demək 439 üzərinə gəlinsin 15.602. 1 yadda 3, 4, 0, 1 yadda 14, 1 də yadda 15, 3, 4. Cavab elədi, düz yazdıq. 6 ilə 8 düz toplamadıq. 1 dəqiqə. 9 ilə 2, 11 yazaq. 1 yadda 3 ilə 0, 3, 1 də yadda 4. 4 ilə 6, 10, 0 yazaq. 1 yadda 8 ilə 6 nə qədər eləyir? Burada bizim niyə 1500, 15.602 yazmışıq? Baxın müəllimlər. 1500, 15.602. Aha. 9 ilə 2, 11 yazaq. 1 yadda 3, 1 də yadda 4. 6 ilə 4, 10, 0 yazaq. 1 yadda 8 ilə 5, 13, 1 də yadda 14 yazaq. 1 yadda 2 ilə 1, 3, 1 də yadda 4. Bax. Adi. Çaşmanın nəticəsində az qala biz də səhv yazmışdıq. Elədi neçə ədədimiz? 44.041. Doğru cavab A variantı. Gözəl bir sual idi. Yəni yuvarlaqlaşdırmanı tam sizin beyninizdə açın. Və sonuncu MİQ imtahanı, yəni 2025-də düşən suala baxaq. Yuvarlaqlaşdırdıqda 4300 alınan ən böyük və ən kiçik ədədin cəminin 3 mislini tapın. Biz dedik ki, ən böyük deyəndə 100-lüyə qədər. Müəllim, bu neçəyə qədər yuvarlaqlaşdırılmış ədəddir bilmirik. Sıfırlarının sayından bilmək olur ki, bu 100-lüyə qədərdir. 100-lüyə qədər ən böyük deyəndə üzərinə 49, ən kiçik deyəndə 50 çıxırıq. O cədvəl qaydası var. Oradan tətbiq edib ən böyük və ən kiçik ədədi tapa bilərik. Onları toplaya bilərik və sonra 3-ə vura bilərik. Amma sizə daha da sadə bir qayda deyəcəm. Mövzu izahında yenə də bu xüsusi vurğulanıb. Dəyərli müəllimlər, əgər bizə yuvarlaqlaşdırdıqda hər hansı bir ədəd alınan ən böyük və ən kiçiyin cəmini soruşursa, cəm düsturu hər zaman vur 2, çıx 1-dir. Bu nə deməkdir? Yəni bu verilən ədədimizi, bu 4300-ü vuracaqsan 2-yə, çıxacaqsan 1-i. 4300-ü 2-yə vuranda eləyir 8600, 8600-dən də 1-i çıxanda qalır 8599. Bunu yazdıq. Burada bir problem yoxdur. Və təzədən bunun 3 mislini bizdən soruşur. 8599-u vuracaqsan 3-ə, eləcə 25797. Belə bir cavab olanda A variantında. Buyurun müəllimlər, sizə son 5 ilin 5 dənə qəbul imtahanında istifadə olunan, rəsmi olaraq istifadə olunan sualların ətraflı izahını verdim. Kanala abunə olub paylaşmağı unutmayın. Bu 5 sualdan kim neçəsini düz yazdığını da videonun rəy bölümündə qeyd eləyə bilər. Yeni qruplarla bağlı dərslərə qoşulmaq istəyən müəllimlərimiz bu nömrə ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilər. Hər birinizə uğurlar arzulayıram. Növbəti izahlarda görüşərik müəllimlər. Hələlik.